artıq bu məsələlər haqqında açıq danışmağın da vaxtıdır. Bəzi qeyri-hökumət təşkilatları, xüsusən beynəlxalq qeyri-hökumət təşkilatları, belə deyək ki, adlarını da çəkə bilərəm, çəkinmədən. Amnesty International, Human Rights Watch, bəzən Freedom House, bu tipli Norveç İnsan Hüquqları Evi və ilaxır və s. təşkilatlar Azərbaycanı sanki hansısa bir geridə qalmış Afrika dövləti hesab edirlər. Azərbaycana daxil olarkən hesab edirlər ki, insanlar, dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat orqanları, partiyalar, vətəndaş təsisatları bunların deməli, belə deyək, qulluğunda durmalıdırlar. Bunların qabağına qaçmalıdırlar. Bunların müəyyən elədiyi yolla heç bir deməli öz təşriflərini, öz təşəbbüslərini ortaya qoymadan getməlidirlər. Bilirsiniz, biz artıq dünyaya öz real dəyərimizi çatdırmağın, mən hesab edirəm, vaxtı çatıdır. Azərbaycan xalqı hələ Avropa dövlətlərinin çoxundan qabaq 1918-ci ildə Azərbaycanda demokratik cümhuriyyət qurubdur. Bu dövlətlərin çoxundan əvvəl Azərbaycanda parlamenti respublikası formalaşdırıbdır. Azərbaycanda qadınlarla kişilərə seçilmək hüququ veribdir. Baxın, araşdırın, sizin sıralarında tarixçilər var. Bəzi Avropa ölkələri azı 10 il, 20 il, bəziləri 30 il Azərbaycandan sonra bu şeylər edirlər. İndi baxın, Azərbaycana Afrika dövləti kimi baxırlar. Azərbaycan xalqı əsrin əvvəlində opera yaradanda, Azərbaycan xalqı əsrin əvvəlində balet yaradanda, opera, balet, teatrı tikəndə, onun truppasını təşkil edəndə Avropa dövlətlərinin çoxunda bu məsələdə dəyərlər yox idi. Azərbaycan nəinki şərqin qabaqcıl xalqı millətidir, eyni zamanda dünyanın qabaqcıl xalqları millətləri sırasında həmişə fərqlənib seçilib, dünya mədəniyyət xəzinəsinə, dünya ədəbiyyat xəzinəsinə, dünya incəsənət xəzinəsinə öz dəyərli töhfələrini verirdi. Bugün Azərbaycanla say hesabı ilə götürsək ki, bugünkü Azərbaycanda cəmi 9 milyon əhalisi var. 9 milyon əhalisi olan dünya xalqları dövlətlərinin Azərbaycanla mədəniyyət, incəsənət, siyasət, ictimai davranış normaları, demokratik inkişaf və s. sahələrdə təsadüf xalqlar yarışa bilər. Amma bütün bunları atırlar kənara. Bugün özləri müstəqil olmaya bizə qeyri-müstəqil damğası vuraraq, qeyri-demokratik damğası vuraraq bizi idarə etməyə çalışırlar. Baxın, dünyanın tanınmış transmilli mətbuat orqanları, televiziya şirkətləri, transmilli, belə deyək, informasiya, ictimai formalaşdırma mərkəzlərinin fəaliyyətinə baxın. 20 ildir Azərbaycan xalqı Ermənistanın təcavüzünə məruz qalıbdır. 20 ildir bizim 1 milyona yaxın əhalimiz didərgin vəziyyətində yaşayır. Sadıq şəhərciklərində məskunlaşır. 20 ildir ki, qeyri-insani biz bir deməli rəftarla rastlaşır. 20 ildir ki, Ermənistan dövləti dünya müdiriyyətinə meydan oxuyur. BMT-yə meydan oxuyur. Ay insanlar, baxın. Bir dənə cırtdan dövlət BMT-yə meydan oxuyur. 20 ildir ki, Azərbaycan dünyaya haqq səsini çatdırmaq istəyir, qasqın köçkünlərin səsini çatdırmaq istəyir. Amma baxın, Eurovizion yarışmasına gələn dünya mətbuatı bizi öyrətməyə, ağıl verməyə çalışa bir dənə cümlə yazdılarmı? Həmin o bədnam independent, o mən independentiyinə şübhə edirəm. Azərbaycan xalqının bugün bütün demək olar ki, 7-dən 77-yə qəlbində belə deyək, kədər salmış, qəlbində yara salmış Dağlıq Qarabağ problemi, qasqın köçkün problemindən bir sətir yazdı mı? Yazdı mı ki, bu dövlət həm də 1 milyon qasqın köçkünə ev sahibliyi eləyir. Bu dövlət həm də 20 ildir ki, ermənilərin işğalının obyektidir. Bu dövlət 20 ildir ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsini həyata keçirmək uğrunda sözün həqiqi mənasında bir transmilli mübarizə verir. Yazdı mı ki, bu dövlət Cənubi Qafqazda Xəzər hövzəsində yeganə alternativ siyasət yürüdən bir dövlət oldu. Sinəsini qabağa verib Avropanın enerji təhlükəsizliyi uğrunda mübarizə apardı. Yazdı mı ki, bu dövlət neçə illərdir ki, sağdan soldan dini fundamentalistlərin mübarizəsinə sinə gəlməli olur. İrandan, digər dövlətlərdən, fərqli düşərgələrdən Azərbaycana tuşlanan dövlət siyasətinə müdaxilə cəhdlərinin qarşısını alır. Yazdı mı ki, bu dövlət neçə ildir ki, Xəzər hövzəsində və bu müsəlman dünyasında sivil Avropa dəyərlərini yaşatma uğrunda mübarizə aparır. Avropa Şurası standartlarını tətbiq edir. Yazdı mı ki, bu dövlətin nə qədər şairi var, nə qədər teatr var, nə qədər konserti var. Bu dövlətin şəhərinin tarixi haqqında bir şey yazdı mı? Nə yazdı sizə? Yazdı ki,
hansısa bir jurnalisti deməli zəbt elədiyi neft çıxarılmalı torpaqdakı evindən köçürtdülər. Yazdı ki, bir nəfər Azərbaycan jurnalistinin şəxsi həyatına müdaxilə olundu. Yazdı ki, Azərbaycanda demokratiya pozulur, insan hüquqları pozulur, siyasi partiyaların hüquqları pozulur. Gəlin baxaq, bugün dünyanın hansı ölkəsində Azərbaycanda olan bu qədər vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərir? Dünyanın hansı ölkəsində müxalifət dairələri bu qədər sərbəst şəkildə istədiklərini edirlər? Dünyanın hansı ölkəsində mətbuat orqanlaşırsa, bütün anki Azərbaycan yazıları dartıb gətirib dərc edirlər. Bu qədər prezidenti, onun ailəsini, dövlət məmurlarını, mərkəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərlərini tənqid, təhqir və onlara böhtan atırlar. Məgər biz bunların hamısına dözməliyik? Nəyin xatirinə dözməliyik? Bildirilir, Avropa Parlamenti bizimlə qonşuluq, Avropa Birliyi bizimlə qonşuluq siyasəti haqqında proqram qəbul edir. Başına dəysin sən o proqramda, əgər neçə ildə Azərbaycanlılar Avropa ölkələrinə getmək üçün bir illərlə deməli növbəyə dururlar, viz almalar. Dünya ölkələrinin öz ölkələri, o cümlədən həmin o böyük dövlətlərin vətəndaşları üçün təlqin elədiyin, tələb elədiyin, formalaşdırdığın azadlığı Azərbaycan vətəndaşı üçün nəzərdə tutmusanmı? Azərbaycan məmuru növbəyə durur ki, Avropa ölkələrinə səfərə getsin. Mənim ölkəm Avropa ölkələrinin heç birindən pis deyil, heç birindən geri qalan deyil. Lakin biz öz fəaliyyətimiz çərçivəsində bəzən Avropa dövlətlərinə getməli oluruq. Onlarla da bu vəziyyət məsələləri müəyyən eləməli oluruq. Amma baxın, sərf eləyəndə Azərbaycan tərəfdaşdır. Qonşuluq naminə bu dövlətlə əlaqə qurulur. Sərf eləməyəndə bir dənə Strasser kimi deputatı çıxardılar, Almaniyada heç nə ilə tanınmayan, heç bir nüfuzu, hörməti olmayan bir deputatı qəhrəman edirlər. Anti-Azərbaycan platformasında 2-3 adam birləşib deməli siyasət qururlar. Və ya bu Almaniyanın özünün problemləri azdımı? Məcər Avropanın özünün bu gün problemləri azdımı? Görün bir Avropa nə gündədir? Şərqi Avropa ölkələrini vaxtında bütün istehsalını dayandırdılar. Kompensasiya verəcəyi adı ilə, istehsalın standartını qaldırmaq adı ilə Macarıstanın, Polşanın, Bolqaristanın, Rumıniyanın, o birisi ölkələrin bütün daxili istehsalı dayandı, kompensasiya alırlar Avropa Birliyinə. İndi Avropa Birliyi böhrana düşər olub, kompensasiyalar dayanıb, bu ölkələrdə işsizlik baş alıb gedir. Bunun indi hesabını kim verəcəkdir? Kim verəcək həmin o Macaristanda ləğv olunan, sökülən televiziya zavodunun, orada sökülən avtomobil zavodunun, digər zavodları söktülər, mərkəzləşmiş şəkildə Qərbi Avropanın inkişaf eləmiş dövlətləri bunları təmin edəcək. Niyə eləmirməz? Yunanistan, o birisi dövlətlər, baxın bugün Avropa nə gündədir? Biz bunlardan nə öyrənə bilərik? 5 Şimali Afrika ölkəsini siz bilirsiniz nə günə qoydular. Məgər o ölkələrdəki o yürüdülən tədbirlərlə bağlı alternativ fikir dünyada yox idimi? Siz o alternativ fikrin hansı ilə tanış oldunuz? Hansı gün o CNN, BBC, Euronews, Əl Cəzirə, bunlar hamısı transmilli televiziyalarda biləsiniz. O ölkələrdə baş verən həmin o Misirin dövlətçilik strukturunun yerlə yeksan olunması, o millətin bir-birinə çalışdırılması, o dövlətin vətəndaşları arasında sözün həqiqi mənasında nifaq salınması ilə bağlı fərqli fikirləri, fərqli düşüncələri verdilər. Vermədilər. Bir dənə düşüncə var idi. Bunlar pisdir, diktatordur, bunları devirmək lazımdır. Bunlar görürsünüz, deməli Amerikaya və deməli Avropa dövlətlərinə uyğun siyasət yürütmürlər. Nətər olurdu? Misir 50 il idi uyğun siyasət yürütürdü. 50 il idi deməli mübarək qane eləyirdi Avropanı. İndi qane eləmədi. Nətər olurdu? 3 il, 5 il ondan qabaq həmin o Qəddafidən yardım alan dövlətlər ondan sonra onun üzərinə təyyarə göndərdilər. Bilirsiniz, bu siyasətin hamısının yeri var. Biz Azərbaycan olaraq bugün BMT Təhlükəsizlik Şurasının bilavasitə rəhbərlik edən dövlətiyik. Dünya siyasətinin formalaşdırılmasında iştirak edirik. Amma dövlətin, xalqın, millətin üstünə bu qədər namərd səsinə gəlmək olmaz. Azərbaycan müxalifət haqqında mən çox danışmaq istəmirəm. Bu insanlar nə qədər rəzil, nə qədər anti-Azərbaycan mahiyyəti daşıdıqlarını ortaya qoydular. Məgər bu insanlar üçün başqa vaxt mı yox idi bu Azərbaycanın eyiblərini göstərməyə? Təsəvvürünüzə gətirirsiniz ki, jurnalistləri tutub çəkirdilər mikrorayonlara, ora-bura. Biz demirik ki, bizim hər yerimiz gözəldir. Hər yeri gözəl olan dünyada millət yoxdur. Bir dənə peyğəmbərlər müqəddəslər haqqında hər yeri gözəl, hər şey gözəl olan demək olar. Biz insanıq da, biz dövlətik, biz millətik, bizim də problem var.
Çəkib o jurnalistləri oturdurdular taksiyə, aparırlar mikrorayonları göstərdilər ki, bax, burada asfaltın vəziyyəti yaxşıdır. Gör, nə qədər namərd olursan, nə qədər dövlətə, millətə qarşı bir platformada oturasan ki, belə siyasət var. Mən təsəvvürümə gətirmirəm ki, onların o hərəkətlərindən sonra Azərbaycanda hansısa bir vətəndaşın əli qalxar, hətta Azərbaycan hakimiyyətindən narazı olan insanlar əli qalxar ki, onlara səs versin. Biz qətiyyən iddia eləmirik ki, Azərbaycan ən gözəl dövlətdir. Azərbaycanda hamının problemi həll olunub, hamı xoşbəxtdir, işsiz yoxdur, yoxsul yoxdur, nə bilim, haqqı pozulan yoxdur, hüququ tapdanan yoxdur. Azərbaycan dünya dövlətlərindən biridir və dünyanın heç bir ölkəsi bunlardan sığortalanmayıb və Azərbaycan bəlkə bunların ən aşağı səviyyədə təmin olunanıdır. Amma bu qədər millətə, xalqa düşməsini eləmək olmaz. Gör, vəziyyət harap satıbsa, həmin o uzun müddət, belə deyək də, İranın ruhaniyyətinə qarşı mübarizə aparanlar sonda anti-Azərbaycan platformasında ruhaniyyətlə birləşdilər. Sağlam ruhaniyyətlə biz də birik. Amma o saxta ruhaniyyət var ki, Azərbaycanın olmayan şeyi zorla bizim alnımıza yapışdırmaq istəyir, zorla bizə qeyd demək istəyir, zorla bizi özü istəyirəm, homoseksualist adlandırır, onlara qarşı biz dirəniş verirdik. Biz İran ruhaniyyətinə deyirdik ki, ayıbdır, alnı möhrə vurursan, hər gün əli Allaha tutursan, amma məsciddən çıxan kimi yalan danışırsan. Sənin dinin də saxtadır, özün də saxtasan. Bizə belə ruhaniyyət lazımdır. Azərbaycan xalqı belə ruhaniyyətlə heç bir vaxt tərəfdaşlıq edə bilməz. Allaha əl açan insan, Quran vərəqləyən insan, alnını möhrə vuran insan, insanlar qarşısında İslamı təlqin edən adam, məsciddən çıxıb yalandan deməz. İndi də heç nə deyilər, Azərbaycanı qorxuzluq qey paradı ləğv elədik. Biz hazırlaşırdıq qey parad keçməyə. Hər gün deyirdik ki, ay balam, biz qey parad keçməyə hazırlaşmırıq. Biz dünyada qazandığımız haqqı Evroviziya yarışmasına ya da keçməkdeyiz. Və biz dünyaya nümayiş etdirmək istəyirik ki, onların təsəvvür elədiyi kimi biz Afrika dövləti deyilik, biz yerdə qalmış dövlət deyilik. Biz faktiki olaraq sözün həqiqi mənasında sivil dəyərləri olan, imkanları olan, hətta evində heç nəyi olmasa belə ən gözəl qonaq verməyi bacaran bir millətik. Bəs bizim qonaq pərdəliyimiz harada qaldı? Təsəvvürdə yedim, bulvarda hamı gəzir, istirahət edir. Həmin o bədnən müxalifət də çıxıbdır. Xalq gəzintisi. Xalq gəzintisi nə vaxt gəlir cəmaatın qarşısına, turistin, jurnalistin qabağına satanda özünü atır yerə qışqırır. Belə xalq gəzintisi mi olur, ay zaman? Bir biz yağlı, bir belə deyək, jurnalist, bir qeyəti çıxsın, bir izah eləsin televiziyada, belə xalq gəzintisi harada olur? Gəlirlər deməli dəstəklə, həmin o qartalmış müxalifət və onların tərəfdarları. Bulvarda gəlirlər, qabaqda bir xarici jurnalist görən ki, özlərini atıb yerə başlayırlar qışqırmalar. Belə xalq gəzintisi olar. İctimai televiziyanın qarşısında təsəvvürdə gətirin ki, xarici jurnalistlər yığandan sonra bunlar bir oyun çıxartdılar. O xanımlara adamın dili gəlir xanım deməyə. Özlərini atıb yerən nələri var, inanın, tökdülər cəmaatı qarşısında. Ayıbdır valla. Gədə bağdan görmüş ki, xanımlar nə davada, nə xeyrişdə bəlli bir məsafə saxlayaraq, kənarda durarlar. Keçmək, məyər özünü yerə atıb bədəni nümayiş etdirməkdirmi? Məcbur eləmək ki, hüquq mühafizə orqanları və digər orqanlar sənin qolundan bədənləyib bəzi yerlərinə tutub çəksinlərmi? Məgər bu Azərbaycan xanımına yaraşan bir qismətdir. Bax, belələrinə qarşı biz artıq vətəndaş cəmiyyətin institutları dirəniş verməlidir. İnanın, biz dövlət olaraq öz funksiyamızı, öz rolumuzu maksimum şəkildə reallaşdırmağa çalışır, həyata keçməyə çalışır. Amma bugün Azərbaycana bərabər olmayan, Azərbaycandan qat-qat aşağı səviyyəli həmin o jurnalistlər, həmin o hüquq mühafizə, müdafiə təşkilatları, həmin o, nə bilim, insan hüququ evləri, nələri filanları bizim dırnağımıza dəyməyəcək şəkildə gəlib bizə dərs vermək istəyirlər. Biz əlbəttə vətəndaşlarımız, təşkilatlarımız, mətbuatımız, ziyalılarımız bunlara qarşı bir mənalı şəkildə öz mövqelərini bildiriblər. Amma təəssüflər olsun ki, buna baxmayaraq, hələ də həmin o, təkrar edirəm, anti-Azərbaycan platformasında birləşən, qoşulan müxalifət hələ də güman edirlər ki, o qərddən gəlib bunları hakimiyyətə gətirəcəklər. Sizin başınıza ki, sizi qərddən gəlib oturdacaqlar hakimiyyətə, sonra da sizə göstəriş verəcəklər, sizi idarə edəcəklər. Belə hakimiyyəti, valla mənə müftə versələr, gözüm qulağıza baxmaram. Bir hakimiyyət ki, xalqı qarşısında hesabat vermir, xalqının etimadına söykənmir, xalqının iradəsinə söykənmir, o hakimiyyətin ömrü biz görmüşük nə qədər olur. Bu yandan gələr, o yandan da gedər.
xalqın etimadına söykənməyən heç bir hakimiyyət, heç bir ziyalı, heç bir əsər, heç bir QHT, heç bir digər qurum, dövlət hakimiyyəti heç vaxt deməli, möhkəm ola bilməz, dayanıqlı ola bilməz. Buna görə də mən vətəndaş cəmiyyəti institutları qarşısındakı bugünkü çıxışımın məsuliyyətini dərk edirəm. Mən bilirəm nə deyirəm. Amma siz vətəndaş cəmiyyəti institutları, siz Azərbaycanda sivil bir yaşayış normalarını formalaşdıran təşkilatlar bugün artıq öz sözünüzü deməlisiniz. O tipli müxalifətçilər, o tipli jurnalistlər, o tipli qəzetlər cəsarət edib Azərbaycan cəmiyyətinə çıxmamalıdırlar. Küçəyə çıxmağa onlar çəkinməlidir, utanmalıdır. Mən demirəm onlar üstünə getmək lazımdır. Amma onlara bir dənə bir ictimai nifrət qoymaq lazımdır ortaya ki, belələri bir xarici jurnalist gələndə aparıb hansısa mikrorayonun dağılmış asfaltını deyil, aparıb bir qaçqın şəhərciyini göstərəydi.